Bağışlayan və mehriban Allahın adı ilə bir daha hər birinizi Ramazan ayında xoş gördük ki, Ramazan ayının bir çox gözəl xüsusiyyətləri vardır. Həm mənəvi baxımdan, həm cismani baxımdan insana və insanlığa çox böyük dəyəri vardır ki, onlardan da biri Ramazanda, məxsus Ramazan ayında səbirli və dözümlü olmağı insanlara aşılayır ki, ümumiyyətlə səbir İslam aləmində böyük bir nemət kimi sayılan bir məsələdir. Çox yüksək keyfiyyətli olan bir xüsusiyyətdir ki, hər bir insanın da səbir olmalıdır. Amma Ramazan ayında səbrimizi hansı həddə etməliyik, nə tərz eləməliyik ki, baxın, səbrin məqsədi nədir? Səbrin məqsədi yalnız çətinliklər qarşısında əzaba dözmək deyil, həm də hərəkət etməkdir, insanı fəaliyyətə gətirməkdir, insanın daha da davamiyyətli, belə deyək, daha da nəyinsə qarşısında daha da diranətli, dəyanətli olmasına gətirən bir əməldir ki, dediyimiz kimi səbir təkcə bir güşədə əyləşib, hansısa çətinliyə dözmək deyil. Səbir Ramazan ayında insanın ruhuna aşılanan bir məsələdir ki, insan müəyyən vaxt çərçivəsində, hətta halalların belə harama çevrildiyi bir anda həqiqi mənada həm cismi ilə, həm ruhu ilə səbr eləməyə başlayır. Və səbrlə yanaşı insan hətta nəinki günah etmək, hətta günaha düşünməyi belə tərk eləyir. Çünki artıq mənəvi cəhətdən artıq orucun elə bir həddini, təsirini görürük ki, insan özü özlüyündə nəinki günaha etmək, hətta səbr vasitəsilə günaha düşünməkdən belə geri çəkinir ki, Allah Taala hər birimizə səbr əta eləsin inşallah.